Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi yekunları və 2012-ci ildə görüləcək tədbirlərlə bağlı iclasında sahibkarlıq subyektlərinə dövlətin dəstəyi məsələsi xüsusi diqqətdə saxlanıldı. Prezident İlham Əliyev bəyan etdi ki, hər il olduğu kimi bu ildə sahibkarlıq subyektinə ayrılan güzəştli şərtlərlə verilən kreditlərin həcmi artacaq. İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sahibkarlıq subyektlərinə dövlətin dəstəyi mövzusunda suallara aydınlıq gətirəcək. Hər vaxtınız xeyir Şirzad müəllim. Soruşmaq istəyirdim ki, sahibkarlıq subyektlərinə bu il nə qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur? Son illərdə davamlı olaraq sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlərin verilməsi həcmi artırılır. Bildiyiniz kimi 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tarixində bir il ərzində maksimum məbləğdə 138 milyon manat güzəştli kreditin verilməsi təmin olunmuşdur. Bu kreditlər hesabına 1643 investisiya layihəsi maliyyələşdirilmişdir və 6500 qədər yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, Sahibkarlığa Kömək Milli Fondunun tarixində bugünə qədər baxsaq, 12500-dən çox sahibkarlıq subyektinə 720 milyon manata qədər güzəştli kreditin verilməsi təmin olunub ki, bu kreditlər hesabına 95 minə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. 2012-ci ildə sahibkarlıq subyektlərinə 200 milyon manata qədər güzəştli kreditin verilməsi nəzərdə tutulubdur. Bunun 90 milyon manatı dövlət büdcəsindən ayrılması nəzərdə tutulubdur ki, bu da 2011-ci ilə müqayisədə 216 dəfə dövlət büdcəsindən vəsaitin çox ayrılması deməkdir. Eyni zamanda geri qaytarılan vəsaitlər hesabına 110 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulub ki, bu da 2008-ci ilə müqayisədə geri qaytarılan vəsaitlər hesabına 7,3 dəfə çox güzəştli kreditin verilməsi deməkdir. Və güzəştli kreditlər əsasən regional baxımdan Bakı qəsəbələri və regionlar arasında bölüşməsi nəzərdə tutulubdur. Bildiyiniz kimi 2011-ci ildə verilən kreditlərin 25% qəsəbələrdə, yəni əvvəlki illərlə müqayisədə 25 dəfə qəsəbələrdə güzəştli kreditlər daha çox verilibdir. 75% isə regionlarda verilməsi nəzərdə tutulmuşdur, verilmişdir. 2012-ci ildə isə verilən kreditlərin coğrafiyasında da yenə eyni istiqamətlər olmaqla Bakı qəsəbələrində daha çox güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Qaldı ki, 2012-ci ildə veriləcək kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsünü əgər biz qeyd etsək, bildirmək istəyərdim ki, 2011-ci ildə verilən kreditlərin 80%-i aqrar sektorun inkişafına verilibdir ki, bu da aqrar sektorda intensiv inkişafa, yeni texnologiyalara əsaslanan emal müəssisələrinin istehsal müəssisələrinin yaradılmasına istifadə olunmuşdur ki, verilən kreditlərin 64%-i aqrar sektorda kənd təsərrüfatı məhsullarının istehsalı emalına, 16% isə soyucu və taxıl anbarlarının maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ildə qeyd etdiyim kimi aqrar sektor əsas istiqamət olmaqla Azərbaycanda Cənab Prezidentin tapşırığına uyğun olaraq qeyri-neft sənayeləşmə siyasətinə uyğun olaraq yeni sənaye müəssisələrinin yaradılmasına və bu layihələrin maliyyələşdirilməsinə güzəştli kreditlərin verilməsi planlaşdırılır. İnvestisiya layihələrinin maliyyələşdirilməsində tələb olunan şərtlər nədir? Bilirsiniz, ümumiyyətlə güzəştli kreditlərin çatdırılmasında və ümumiyyətlə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində maarifləndirmə əsas istiqamətlərdən biridir və 2011-ci ildə biz bu istiqamətdə 34 tədbir keçirmişik. Bunun 24 tədbir regionlarda, onu isə Bakı qəsəbələrində həyata keçirilmişdir. Bu qəsəbələri bu tədbirlərdə keçirməkdə əsas məqsəd bundan ibarətdir ki, sahibkarlarla görüşmək, onların ehtiyaclarını öyrənmək, güzəştli kreditlərin verilmək mexanizmi haqqında onlara məlumatlar çatdırmaq və bu görüşlərin əsas məqsədi hər bir region, şəhərin və o cümlədən Bakı qəsəbələrinin iqtisadi potensialına uyğun olan nümunəvi layihələr hazırlamaq, onlara təqdim etmək ibarətdir. Bu günlərin sahibkarlara güzəştli kreditlərin verilmə mexanizmi izah olunmaqla yanaşı hər bir sahə üzrə nümunəvi layihələr hazırlanır və bu sahibkarların potensialına uyğun olaraq kiçik həcmli, orta həcmli, böyük həcmli layihələr hazırlanır və bu günlərin sahibkarlıq fəaliyyətinə məşğul olmaq istəyən hər bir vətəndaş sadəcə bu sahədə marağın olması kifayətdir. Həmin sahibkara hansı ki fəaliyyətdə məşğul olmaq istəyir, ona aid nümunəvi layihə də verilir, güzəştli kreditin alınma mexanizmi tam izah olunur. Əgər ehtiyac varsa, həmin müvəkkil kredit təşkilatı ilə sahibkar arasında əməkdaşlığın yaranması üçün tövsiyələr də verilir və
deyərəm ki, o əməkdaşlıq yaradılır. Və bu nümunəvi layihələr Sahibkarlar Kömək Milli Fondunun saytında da yerləşdirilibdir. Yəni bir gün heç bir sahibkarlıq subyektinin, heç banka, üzr istəyirəm, Sahibkarlar Kömək Milli Fonduna müraciət etmək belə ehtiyac yoxdur. Sadəcə sayta daxil olmaqla güzəştli kreditdən alınma mexanizmi, müfəkkir kredit təşkilatları haqqında tam məlumat, nümunəvi layihələr, hətta biz bu yaxınlarda kredit kalkulyatoru deyilən bir sistem də yerləşdirəcəyik ki, hətta o aldığı kreditin aylar üzrə faiz ödənişi və əsas borcu ödənişi kimi özü də həmin məlumatları daxil etməklə tam güzəştli kreditin alınması və ödənilməsi ilə əlaqədar bütün prosesi əldə edə bilər. Hansı investisiya layihələrinin maliyyələşdirilməsindən imtina olunur? Bizim gördüyümüz maarifləndirmə tədbirlərinin ən yaxşı nəticələrindən bundan ibarətdir ki, Sahibkarlar Kömək Milli Fonduna müraciət olunan layihələrin demək olar ki, 95-98% təmin olunur. Yəni o layihələr birinci elə müraciətdə təmin olunur. Əgər həmin layihəyə imtina olunursa, orada layihənin səmərəliliyinin nəticələrindən asılı olaraq ona imtina olunur ki, yəni kifayət qədər səmərəli deyil. Və yaxud da ki, ola bilsin ki, sahibkarlıq subyekti bilmir ki, bu regionda bununla yanaşı gələcəkdə bu sahədə digər sahibkarlıq subyektləri də artıq fəaliyyət göstərir və orada rəqabətlilik baxımından bu layihənin iqtisadi cəhətdən əsaslandırılması kifayət qədər deyil. Yəni bu sahibkarlıq subyektinin diqqətinə çatdırılır. Əgər sahibkarlıq subyekti həmin əsaslandırmaları qəbul edirsə və yenidən layihəni hazırlayıb təqdim edirsə, həmin layihə də maliyyələşdirilir. Yəni bugün demək olar ki, sahibkarlıq subyektlərinin əsaslandırılmış layihələrin maliyyələşdirilməməsi sıfıra bərabərdir və bütün layihələr maliyyələşdirilir ki, bu da bizim həyata keçirilmiş maarifləndirmənin müsbət nəticələrindən biridir. Banklar tərəfindən hər hansı bir çətinlik, süni əngəllər yaradılırmı? Bilirsiniz, bir rübdə bir dəfə müfəkkir kredit təşkilatlarından onlara müraciət etmiş sahibkarlıq subyektləri haqqında məlumatları əldə edirik və təhlil edirik. Elə biz bu günlərdə 2011-ci il üzrə bütün müraciətləri təhlil etmişik və təhlillər göstərir ki, sahibkarlıq subyektlərinə tərəfindən 2000-ə qədər müraciət olunubdur müfəkkir kredit təşkilatlarına ki, bunların ümumi kredit tələbatı 130 milyon manatdır və bundan cəmisi 300 min manatlıq bir neçə layihə imtina olunubdur və o layihələrin imtinası da kifayət qədər əsaslandırılmışdır və müfəkkir kredit təşkilatlarına olunan müraciətlərin də əsas hissəsi maliyyələşdirilməsi üçün müsbət qərar qəbul olunubdur ki, bu da sahibkar müfəkkir kredit təşkilatında arasında olan müsbət və şəffaf münasibətlərin bir təzahürü kimi qiymətləndirilməlidir. Bu imtina olunmuş layihələrdə nələr çatışmır? Əsas burada iqtisadi cəhətdən əsaslandırmadır. Yəni, bəzən sahibkarlıq subyekti layihəni tam əsaslandırıb təqdim edə bilmir. Yəni, biz çağırırıq sahibkarlıq subyektini, onu bir daha müzakirə edirik ki, yəni, gələcəkdə bu layihə tam özünü doğrultmaya bilər. Yəni, bugün dövlətin güzəştli kreditlərin verilməsində əsas məqsəd ondan ibarət deyil ki, bu kredit verilsin, ancaq qayıtsın. Təbii ki, bu əsasdır. Amma əsas ondan ibarətdir ki, bu krediti almış sahibkarlıq subyekti öz fəaliyyətini səmərəli qula bilsin və sonda həmin kreditin nəticəsində yeni iş yerləri yaradılsın, yeni istehsal yaradılsın ki, bu ümumiyyətlə Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərsin. Bu baxımdan iqtisadi cəhətdən əsaslandırılmamış layihələr imtina olunur. Burada hər hansı bir digər səbəb yoxdur. Bəzi hallarda fermer və sahibkarlıq subyektlərinə belə deyək, güzəştli şərtlərlə kredit götürülməsinə mane olan amillər var. Məsələn, bəzi hallarda torpaqlarının sənədi olmaması, onların malik olduğu mülkiyyətin sənədinin olmaması onların güzəştli kredit götürülməsinə mane olur. Sahibkarlıq Kömək Milli Fondu olaraq bu cür problemlərin həll edilməsi üçün hansı tədbirləri görmüsünüz və görmək niyyətindəsiniz? Ümumiyyətlə, bu sahibkarlıq subyekti əgər bu ya digər fəaliyyətlə məşğul olursa və bununla əlaqədar güzəştli kredit əldə etmək istəyirsə, o heç də məcburi deyil ki, onun fəaliyyət göstərəcəyi yerə onun mülkiyyətini təsdiq edən sənəd olsun. Əgər onun bir icarə müqaviləsi belə varsa, o kifayət edir ki, ona notarial qaydada təsdiq olunmuş surətdə müfəkkir banka təqdim etsin və həmin sənəd üzərinə biz güzəştli kreditin verilməsini təmin edək. Qaldı ki, hər hansı bir torpaqla əlaqədar problemlər biz çalışırıq ki, İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətləri çərçivəsində bu istiqamətdə sahibkarlıq subyektlərinə kömək edək. Güzəştli şərtlərlə kredit neçə faizlə verilir və neçə il müddətinə verilir və bu
qaydalarda dəyişiklik bu il ərzində gözlənilirmi? Yəni faiz dərəcələri daha da aşağı salına bilərmi? Biz çalışırıq öz fəaliyyətimizi qurmaqla yanaşı dünyada olan analoji fondların da fəaliyyətini araşdıraq və bu araşdırmalar davam edir və mən sizə əminliklə deyə bilərəm ki, dünyanın heç bir yerində belə bir dövlət tərəfindən dəstək verilən bir qurum yoxdur ki, sahibkarlara hər tərəfli və daha sərfəli, güzəştli şərtlərlə kreditlər versin. Bilirsiniz ki, kreditlərin bu günlərin maksimal faiz həddi 6%-dir. Ümumən kommersiya bankların kreditlərinin faiz həddinə baxsaq, bu 2-3 dəfə kredit faizlərindən aşağıdır. Qaldı ki, müddətlər bilirsiniz ki, kreditlərin müddəti 3 ildən 10 ilə qədər müəyyənləşdirilibdir və 10 ilə qədər bir günlərim 6%-dən verən elə bir qurum yoxdur. Dünyanın heç bir yerində dövlət tərəfindən bu cür güzəştli kreditlər təqdim olunmur. Və qaldı ki, sahibkarlar Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə bilirsiniz ki, elə son 3 ildə 2006, 2009 və 2011-ci ildə sahibkarlar Kömək Milli Fondunun güzəştli kreditlərin verilmə mexanizminin təkmilləşdirilməsi barədə Cənab Prezidentin sərəncamı olubdur və bu sərəncam hər dəfə fərmanı, daha doğrusu bu fərman hər dəfə sahibkarlar subyektlərin güzəştli kreditlərin almaq imkanlarını genişləndiribdir. Və bugün sahibkarlıq subyektlərinə çatdırılan kreditin maksimal faiz həddinin 6% olması, bunun cəmsi 1%-i dövlət tərəfindən simvolik olaraq kredit faizi kimi müəyyənləşdirilibdir və yerdə qalan 5%-i müfəkkir kredit təşkilatlarının kredit marjasıdır ki, bu da normal dünyada istifadə olan maliyyə təcrübəsidir. Çünki bu kreditlərə xidmət edən bir maliyyə qurumu kimi müfəkkir kredit təşkilatlarının da mənfəəti olmalıdır. Yəni bu günlərin biz tək sahibkarlıq subyekti deyildikdə həmin kreditlərdən istifadə edən sahibkarlıq subyektlərin deyil, eyni zamanda bu kreditlərin çatdırılmasında vasitəçilik funksiyasını yerinə yetirən sahibkarlıq subyektləri olan bankların da mənafeyini nəzərə almalıyıq ki, hansı ki bu fərmanda nəzərə alınıbdır. Bəs minimum məbləğ nə qədərdir, maksimum məbləğ nə qədərdir? 13 oktyabr 2011-ci il tərəfində məhz Cənab Prezident tərəfindən Sahibkarlar Kömək Milli Fondunun vəsaitlərin istifadə mexanizminin təkmilləşdirilməsi barədə fərman imzalanmışdır. Burada kreditlərin minimal həddi 10 mindən 5 min manata qədər müəyyənləşdirilmişdir. Maksimal həddi 5 milyon 10 milyon manata qədər müəyyənləşdirilmişdir. Kreditin müddəti 2 ildən minimal olaraq 3 ilə və maksimal müddəti isə 7 ildən 10 ilə qədər müəyyənləşdirilmişdir ki, bu güzəştli kreditlərin xüsusilə kiçik həcmli kreditlər üçün minimal həddin 5 milyon manata qədər aşağı salınması bu məcburi köçkünlərin, əsasən az təminatlı insanların, qadınların, o cümlədən gənclərin sahibkarlıq subyekti, sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün daha münbit şərait yaradır. Eyni zamanda kreditin maksimal məbləğinin 5 milyon 10 milyon manata qədər və müddətinin 7 ildən 10 ilə qədər müəyyənləşdirilməsi Azərbaycanda sənayeləşmə siyasətinə uyğun olaraq yeni sənaye müəssisələrinin yaradılması üçün geniş imkanlar açır ki, biz məhz bu istiqaməti 2011-ci ildə əsas prioritet kimi götürəcəyik. Sahibkarlığa Kömək Milli Fondu daim bu güzəştli kreditlərin istifadəsi, düzgün istifadəsi ilə bağlı monitorinq aparır. Monitorinqlərin nəticələri nəyi göstərir? Yəni fermer və sahibkarlar bu güzəştli kreditləri düzgün və səmərəli istifadə eləyirmi və neçə qanun pozuntusu ötən il qeydə almısınız? Siz maraqlı bir məsələyə toxundunuz. Mən bir statistikanı nəzərdə çatdırmaq istəyərdim ki, əgər 2018-ci ildə monitorinqlərin nəticəsində 11 milyon manata qədər məhz təyinatlı üzrə istifadə olunmayan məbləğ dövlət büdcəsinə qaytarılıbsa, biz eyni intensivliklə və daha dərin monitorinqlər aparılmasına baxmayaraq 2011-ci ildə cəmsi 3 sahibkarlıq subyektindən 45 minə qədər güzəştli kreditin təyinatı üzrə istifadə olunmadığına görə geri qaytarılıbdır. Ya bunu göstərir ki, sahibkarlıq subyektləri daha həssas və daha diqqətlə güzəştli kreditlərin istifadəsinə yanaşırlar. Eyni zamanda monitorinqin olunması sistemi günü-gündən təkmilləşdirilir və bu monitorinq aparılması qaydaları Müşahidə Şurası tərəfindən təsdiq olunubdur. Eyni zamanda xüsusilə iri həcmli layihələr üzrə ayda bir dəfə monitorinqlər aparılır. Həmin monitorinqlər Sahibkarlar Kömək Milli Fondunda müzakirə olunur və o monitorinqin nəticəsində həmin sahibkarlıq subyektinin investisiya layihəsinin həyata keçirilməli vəziyyəti icrası Sahibkarlar Kömək Milli Fondunun saytında da yerləşdirilir. Bu günlərin nəinki maliyyəçi, istənilən cəmiyyətimizin istənilən üzvü Sahibkarlar Kömək Milli Fondunun saytına daxil olmaqla xüsusilə iri həcmli layihələrin icra vəziyyəti və onların nəticələri barədə məlumatları əldə edə bilərlər.
və bu günlərdə biz elektron hökumət yaranması layihəsi çərçivəsində Sahibkarlar Kömək Milli Fondunda layihələrin qiymətləndirilməsi, icrası və nəticələrini özündə ehtiva edən elektron monitorinq sistemini yaratmaq niyyətindəyik və onun nəticəsində ümumiyyətlə bu sistem daha da təkmilləşəcək və güzəştli kreditlərin həyata keçirilməsində heç bir problem yaranmayacaq. Bununla yanaşı Sahibkarlar Kömək Milli Fondu vəsaitlərin istifadəsi qaydalarına uyğun olaraq hər bir müvəqqəti kredit təşkilatı ildə 2 dəfə istənilən bütün layihələr üzrə monitorinqlər aparılır. Monitorinqlərin nəticələri növbəti yarım illiyin birinci 10 günlüyündə Sahibkarlar Kömək Milli Fonduna təqdim olunur. Həmin monitorinqlərin nəticələri də Sahibkarlar Kömək Milli Fondu tərəfindən müzakirə olunur. Hətta seçmə üsulu ilə bankların apardığı belə monitorinqlər bizim tərəfimizdən yenidən aparılır ki, bu monitorinqlərin aparılmasında can ciddiyyət və maliyyə nəzarəti təmin olunsun. Regionlarda bəzi fermerlər iddia eləyir ki, saxlama kameraları və soyuducu anbarlar ya ümumiyyətlə çatışmır, ya da ki, bu anbarları tikən sahibkarlar onlardan fermerlərin məhsullarının saxlanılması üçün daha çox tarif təklif edirlər. Bununla bağlı araşdırmanız varmı və bu qiymətlərin aşağı salınması gözlənilirmi? Bu günlərim Respublikada ümumi tutumu 242 min ton olan 94 soyucu anbar kompleksi fəaliyyət göstərir və daha doğrusu fəaliyyət tikilir və tikilməkdədir. Bundan 34'ü 118 min ton olan ümumi tutumu 34 soyucu anbar Sahibkarlar Kömək Milli Fondu tərəfindən maliyyələşdirilib ki, bu layihələrin artıq 22'si istifadəyə verilib, 12'si isə yəni tutumu 50 min ton olan ümumi 12 soyucu anbar isə bu istifadəyə verilməsi gözlənilir və biz nəinki dövlət tərəfindən maliyyələşən soyucu anbar, bütün Respublikada fəaliyyət göstərən və tikilməkdə olan soyucu anbarların dislokasiyasını müəyyənləşdirmişik və mütəmadi onlardan məlumatlar əldə edirik ki, onların hansı məhsullar üzrə qalıqları var, hansı xidmətləri göstərirlər və bu qiymətlərin, ümumiyyətlə bu xidmətlərin qiymətləri hansı səviyyədədir. Və müşahidələr göstərir ki, əgər 2010-11-ci illərdə, 2010-cu ildə hər bir kiloqram üçün deməli bir aylıq icarə haqqı təqribən 5-7 manat ərzində civarında dəyişirdisə, bu günlərin bu 3-5 manata qədər düşübdür. Hətta 3 manata qədər icarə haqqını təklif edən soyucu anbarlar var. Bu da ki, kifayət qədər ciddi qiymət düşümü deməkdir. Bu təbii ki, soyucu anbarların yaranması nəticəsində hər bir regionda yaranmış rəqabət mühitindən qiymət xəbər verir. Eyni zamanda soyucu anbarların bugün Respublikada yaranması nəticəsində bir gün əgər siz bazarları müşahidə etsəz, görərsiniz ki, bazarlarda olan məhsulların böyük bir hissəsi Azərbaycanda istehsal olunmuş məhsullar idi ki, hansı ki, bir neçə il əvvəl biz bunu müşahidə edə bilmirdik. Eyni zamanda qiymətləri biz əgər siz nəzərə alsınız, fikir versəz, görərsiniz ki, qiymətlər də kifayət qədər ucuzdur. Mən bir məhsul deyəcəm, siz soğan məhsulunu bir günlərim bazarda müşahidə edə bilərsiniz qiymətlərini və keçən qiymətlərini götüründə görərsiniz ki, kifayət qədər soğanın qiyməti keçən analoji ilə müqayisə, qiyməti ilə müqayisədə aşağıdır. Hətta bu günlərim soyucu anbarlarda 1000 tonlarla, mən bunu bütün əminliklə deyirəm ki, 1000 tonlarla soğan var ki, onlar bazarda gələcəkdə qiymətin tənzimlənməsində çox ciddi sürətdə rol oynayacaqdır. Bununla yanaşı təbii ki, hər regionlarda soyucu anbarların tikilməsinə ehtiyac var. Çünki bu günlərin soyucu anbarların tikilməsi ilə yanaşı intensiv balıqçılığın inkişafına qədər güzəştli kreditləri verilir. Və bu günlərin Azərbaycanın bütün regionlarında münbit investisiya mühiti bütün sahibkarlar tərəfindən kənd təsərrüfatı intensiv inkişafına təkan verir. Və gələcəkdə biz planlaşdırırıq ki, təqribən 192-200 min tona qədər soyucu anbar komplekslərinin tikilməsinə ehtiyac var. Bu əsasən tərəvəz məhsullarının, kartof və soğanın saxlanması üçün olan ehtiyaclardır. Hətta biz bu gələcəkdə tikilməsinə ehtiyac olan soyucu anbarların da dislokasiyasını müəyyənləşdirmişik. Bu istiqamətdə sahibkarlıq subyektləri arasında da mütəmadi olaraq təşviqat, təbliğat işləri aparılır və növbəti illərdə biz əminik ki, biz Azərbaycanda təqribən 400-500 min tona qədər soyucu anbarlar şəbəkəsinin yaradılmasına aid olacaq. Bu həm Sahibkarlar Kömək Milli Fondu xətti ilə dövlətin güzəştli kreditləri hesabına, həm də bilirsiniz ki, bu istiqamətdə kənd təsərrüfatı yanında aqralizing açıq səhmdar cəmiyyəti fəaliyyət göstərir. Eyni zamanda sahibkarlıq subyektləri özləri tərəfindən inşa olunan soyucu anbarlar hesabına. Bəzi hallarda soyuducu anbar inşa edən sahibkarlar yalnız bu anbarlarda öz məhsullarını saxlamağa meyl eləyir.
digər fermerlərin məhsullarının saxlamağa o qədər də maraq göstərmir. Və bu halların qarşısının alınması üçün fond hansı təşviqat işləri görmək niyyətindədir? Bununla əlaqədar biz mütəmadi olaraq sahibkarlıq subyektləri arasında təşviqat işləri aparırıq. Hətta biz özümüzün telefon nömrələrimizi qoymuşuq. Hətta bildirmişik ki, sizi bu istiqamətdə narahat edən istənilən məlumatı 195-2 İqtisadi İnkişaf Nazirliyinin telefon məlumat mərkəzinə bildirə bilərsiniz və bu müraciətlər olur və olanda biz həmin regionda fəaliyyət göstərən soyucu anbarlarla əlaqə saxlayırıq və həmin məhsulun həmin ambara yığılmasını təmin edirik. Burada problem əsas bundan ibarətdir ki, bu günlərim kənd təsərrüfatı məhsullarını, yəni meyvə tərəvəzinə əgər söhbət gedirsə, hamısını soyucu ambara qoymaq mümkün deyil. Yəni bir gün soyucu ambara qoyulan məhsulun aqrotexniki qulluğu və növü və onu dərilmə müddəti tamamilə fərqlidir. Çox təəssüf ki, sahibkarlıq subyektləri bunu tam bilmirlər və elə bilirlər ki, istənilən məhsulu soyucu ambara qoymaq mümkündür. Və bununla əlaqədar biz sahibkarlıq subyektləri arasında treninqlərdə keçirik ki, əgər siz bu məhsulu hesab edirsiniz ki, emala yox, yəni dərhal bazara yox, uzun müddət soyucu ambarda saxlayıb və sizin üçün məqbul olan şəraitdə və vəziyyətdə və zamanda bazara çıxaracaqsınız, onda bunun texniki qulluğu, aqrotexniki qulluğu tamam başqa cür olmalıdır və məhsulun dərilmə müddəti tamam başqa müddətdə olmalıdır. Və bəzən bu müddətlərin gözlənməməsi və sahibkarların hansı məhsulu ambara qoya bilməməsi, daha da seçimi düzgün etməməsi sahibkarlıq subyektləri ilə, fermerlərlə ambar sahibləri arasında müəyyən anlaşılmazlığa yaradır. Çünki bu keyfiyyətli olmadığına görə məhsul ambara qoyulur və o məhsul xarab olur və bu ambar sahibi ilə fermer arasında müəyyən narazılığa gətirir. Ona görə də bəzən ambar sahibləri üstünlük verirlər ki, onları ambara lazım olan məhsulları özləri tədarük edib saxlasınlar ki, sabah fermerlərdən problem yaranmasın. Bu müəyyən zaman aparacaq, amma yaxın müddətdə biz əminik ki, fermerlər də özlərinin bu sahədə olan biliklərini artıracaqlar və keyfiyyətli məhsul istehlal edə biləcəklər ki, onu ambarlarda saxlaya bilsinlər. Soyuducu ambarlarda məhsulların saxlanması, hesablamalar aparmısınızmı? Kənd təsərrüfatı məhsullarının, ərzaq məhsullarının bahalaşmasının neçə faiz qarşısını alıb və ya bu və ya digər kənd təsərrüfatı məhsullarının ayrı-ayrılıqda idxalını neçə faiz azaldıb? Mən alma məhsullarından sizə bir məlumat vermək istəyərdim. Bu, təbii ki, son 11 ayın məlumatıdır, yəni son 2011-ci il məlumatı deyil. Məsələn, 2010-cu ildə Azərbaycan 20 min tona qədər təqribən alma məhsulları idxal olunmuşdur. Amma 2011-ci ildə təqribən bu 5 min tona qədər olub. Amma əksinə ixracımız ondan 2 dəfə artıb. Yəni sonda demək olar ki, biz alma məhsullarını nəticə etibarilə demək olar ki, idxal etməmişik. Bu, ambarların Azərbaycanda olan müsbət nəticəsidir. 2010-cu ildə mən götürmək istəyirdim Quba Xaçmaz zonasında keyfiyyətli ambar üçün lazım olan, saxlamasına daha doğrusu mümkün olan alma məhsulunun qiyməti 15-20% civarında dəyişirdi. Amma bu il mövsümdə ambar üçün lazım olan məhsulun qiyməti təqribən 60-65 qəpik arasında dəyişib. Yəni fermer keçən il 2010-cu ilə müqayisədə 2011-ci ildə özünün istehsal etdiyi məhsuldan 3 dəfə artıq mənfəət götürüb. Bu fermerlərin xeyridir. Əksinə, bazarda qiymətlər 3 manat olurdu, 4 manat olurdu, amma bu illərin yaxşı alma 1 manat yarım 2 manat arasında dəyişir. Yəni bu da qiymətlərin bu qışda tənzimləməsi deməkdir. Sizin hesablayın, görün burada istehlakçı nə qədər odur, fermeri nə qədər odur və bizim nə qədər valyut ehtiyatlarımıza səmərəli istifadə edirik. Eyni zamanda soğan məhsulunu götürmürlər. Soğan məhsulu mövsümdə olurdu 10 qəpiyə, bəzən bu aylarda olurdu 1 manat. Amma bir günlərin hələ topdan parakəndə satış məntəqələrində soğanın qiyməti 20-25 qəpikdən çox deyil. Yəni bu da istehlakçıların nə qədər qiymət tənzimlənməsindən, daha doğrusu qiymətlərin mövsümi olaraq daha çox təlatüm etməməsindən nə qədər mənfəət götürməsinin nəticəsi kimidir. Yəni istənilən halda bu soyucu ambarlar, mən 2 məhsul üzrə dedim, bütün məhsul üzrə də bu qiymətlərdə tənzimlənmə var. Yəni ortaq bir qiymət var ki, bu həm fermer üçün mənfəətlidir, sərfəlidir, eyni zamanda istehlakçı üçün sərfəlidir. Şirzad müəllim, kənd təsərrüfatı məhsullarının istehsalında daha hansı sahələrin inkişafı prioritet hesab olunur? Bilirsiniz ki, 2008-15-ci illərə əhatə edən Azərbaycan Respublikası əhalisinin etibarlı ərzaq məhsulları ilə
təminatı dövlət proqramına uyğun olaraq Azərbaycanda 2015-ci ilə sənaye üsulu ilə quş əti istehsalı 80 min tona və sənaye üsulu ilə yumurta, əmtəli yumurta istehsalının 1,3 milyard ədədə çatdırılması kimi bir tapşırıq var. Bu istiqamətdə son illərdə ciddi tədbirlər görülür və bu tədbirlər nəticəsində Sahibkarlar Kömək Milli Fondu tərəfindən 28 investisiya layihəsi artıq maliyyələşdirilibdir və bu layihələr hesabına 2011-ci ildə istifadəyə verilmiş müəssisələrin nəticəsində bu illəri 2011-ci ildə quş əti istehsalı sənaye üsulu ilə 10 min tona qədər artırılması və damazlıq yumurta istehsalının artırılması və əmtəli yumurta istehsalının artırılması artıq həyata keçirilibdir və 2012-ci ildə, daha doğrusu bu illərin indiyə kimi maliyyələşdirilmiş layihələr hesabına əlavə olaraq quş əti istehsalına 21 fabrikin istifadəyə verilməsi gözlənilir ki, bunların nəticəsində 29 milyon ədədə qədər damazlıq yumurta istehsalını, 23 min tondan çox quş əti istehsalını və 140 milyon ədədə qədər əmtəli yumurta istehsalı nəzərdə tutulur ki, bu əsasən Azərbaycanda özümüzü quş əti ilə istehsalına, daha doğrusu təminatına gətirib çıxaracaqdır. Və burada əsas məqsəd bundan ibarətdir ki, quş əti istehsalında, istərsə də əmtəli yumurta istehsalında əsas istehsal qapalı fabriklərdə həyata keçirilsin. Çünki qapalı fabriklərdə istehsal olunan məhsulun həm kəmiyyətinə, həm keyfiyyətinə nəzarət etmək mümkündür. Və ona görə də gələcəkdə bu istiqamətdə tədbirlər görüləcəkdir. Biz 2012-ci ildə də hansı regionlarda quş əti istehsal edən, əmtəli yumurta istehsal edən fabriklərin yaradılması üzrə də təkliflər hazırlamışıq. Bu istiqamətdə sahibkarlıq subyektləri arasında tətbiqat, təşviqat işləri aparılır, nümunəvi layihələr hazırlanıbdır və çalışacağıq ki, növbəti illərdə bu layihələrin maliyyələşdirilməsini üzrə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda sənaye üsulu ilə quş əti istehsalına biz tam nail olacağıq. Çünki araşdırmalar göstərilir ki, ümumiyyətlə ət istehlakında quş ətinin nisbi çəkisi ilbəil artır və Azərbaycanda yaxın illərdə ola bilsin ki, quş əti istehlakı 15 kiloqrama qədər çatsın ki, bu da 140-150 min tona qədər quş əti istehsalıdır ki, biz növbəti illərdə görəcəyimiz tədbirlər nəticəsində bu istehsala çatmağı planlaşdırırıq. Müasir çörək istehsalı zavodlarının yaradılması ilə bağlı hansı işlər görüləcək və görülüb? Bilirsiniz, istehlakçıların tələbatı baxımından Azərbaycanda çörək məhsulları ən çox istehlak edən bir xalq olaraq tanınır və Azərbaycanda 1 milyon 152 min tondan çox çörək məhsulları istehsal olunur və çox təəssüf ki, bu sahədə çörək istehsalı müəssisələrinin texnoloji vəziyyəti tam müasir tələblərə cavab verilmir. Və bunun əlaqədar Sahibkarlar Kömək Milli Fondu istiqaməti vasitəsilə 11 çörək istehsalı müəssisəsi maliyyələşdirilibdir və bunlar hesabına 100 min tona qədər yüksək keyfiyyətli çörək istehsalı məhsulları istehsal olunacaqdır və növbəti illərdə də bu istiqamətdə tədbirlər görüləcək və biz Sumqayıtda gündəlik təqribən 120 ton olan çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsini planlaşdırırıq. Hansı ki, həmin çörək zavodunun tikintisi sahibkarlıq subyektinin vəsaiti hesabına başlayıbdır və digər böyük çörək istehsalı müəssisəsi Bakı şəhərində istifadəyə verilməz, maliyyələşdiriləcəkdir və tikilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycanın bütün regionlarında çörək istehsalı zavodlarının tikilməsi nəzərdə tutulur və bunların qarşısına qoyulan